başqa bölmələrlə birlikdə Suqovuşan alınandan sonra ayın 4-ü artıq Ağdərə istiqamətində hücumlar, yüksəkliklərin götürülməsi və Ağdərə istiqamətində düşmənin məhv edilməsi tapşırığı aldıq. Həmin ayın 4-ü səhər tezdən avtomobillərlə, kolonlarla Suqovuşan, Talışdan Suqovuşana hərəkət edirdik. Bildiyiniz kimi həmin vaxtı dağlarda, meşələrdə müharibələrin aparılması, müharibədə iştirak edən insanlar daha yaxşı bilirsiniz. Siz də yəqin ki, onu yaşamısınız. Orada düşmənin tam təmizlənməsi demək olar ki, qeyri-mümkün. Çünki illərlə orada həm yaşamış, məskunlaşmış, həm də hərbiçi kimi fəaliyyət göstərmiş hərbi qulluqçular, onlar meşələrdə, yeraltı sığınacaqlarda gizlənib bizi bəzən aldada bilirdilər. Və onların həmənki kimi o əks istiqamətdə olan yüksəklikdən tank əleyhinə vasitələrin yerləşdirilməsi və bizim kolonların əvvəlcədən aşkar olmasına nail olmuşdular. Mən kolonun birinci maşınında gedən maşında rəhbər mən idim. Həmən vaxtı bizim maşınımızda 22 kəşfiyyatçı vardı. Mənlə və sürücü 24 kəşfiyyatçı vardı. Sakit şəkildə kolonlarla hərəkət edirdik. Birinci maşın mənim maşınım, mən oturduğum maşınıdır. Demək olar ki, Suqovuşanın girəcəyi idi orada. Yəqin ki, görənlər var, təzə yol çəkiblər, həmən yolun üstü idi elə. Bir anlıq bir partlayışa ayıldıq elə bir ki, tank əleyhinə raket vasitəsi ilə bizi vurdular və orada 3 şəhid, 17 yaralı verdik. Özüm daxil olmaqla hərbi qulluqçulardan 17 nəfər yaralandı. 3 şəhidimiz oldu. 2 hərbi qulluqçumuz yaralanmamışdı və həmən 2 hərbi qulluqçunun köməyi vasitəsilə biz həmən gün oradan yaralılarımızı, şəhidlərimizi çıxarda bildik.